Mənə qarşı çox haqsızlıq edilib, məni çox incidiblər. Sizcə mən düz eləyirəm? Başqaları mənim yerimdə olsa belə reaksiya verməz ki? Siz mənim yerimdə olsanız necə reaksiya verərdiniz? Seanslara yeni başlayanda insanlar çox vaxt bu sualı verə bilir və bir mənalı olaraq cavabını bilmirəm. Çünki eyni hadisəyə, eyni situasiyaya fərqli insanlar fərqli reaksiya verə bilir. İnsan yaşadığı psixoloji gərginlik və yük səbəbindən daim başqalarını günahlandırırsa, bunun nəticəsində dəfələrlə eyni ağrını, eyni acını təkrar-təkrar yaşayıb, təkrar-təkrar sarsılırsa, artıq dönüb problemin kökünü özündə axtarmağı bacarmalıdır. Bu özünü günahlandırmaq deyil qətiyyən, sadəcə olaraq məsuliyyəti başqalarının üzərinə atmadan öz seçimlərini, öz reaksiyalarını doğru düzgün dəyərləndirməyi bacarmalıdır. Bax, elə dəyişim də buradan başlayır.